يا رب العالمين 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 Salam dəyərli İntizar Radiosu izləyiciləri. Hər birinizi ayrı-ayrılıqda xoş gördük. Mübarək cümə gününün axşamında İmam Mehdi süfrəsindəyik. Süfrəniz açıq, ruziniz bol, ömrünüz uzun olsun. Muharremdir hanım Zeynep azası, Muharremdir hanım Zeynep azası, bizi sesli Hüseyin'in Kerbelası.
مجلس عزائك طهرت روحي وصوت النواعي في الزنج روحي انا بمجلس عزائك طهرت وصوت النواعي في الزنج روحي عليك الزهرة لا تفطمن من ناحي قول قول عليك الزهرة لا تفطم الناحي ولا تقطع دمعتي وانت مذبوحي ولا تقطع دمعتي وانت مذبوحي تحضر مجلسك فاطمة الفضعة ويل تحضر مجلسك فاطمة الفضعة وقبل صوت النواعي محزمة وتنعى وقبل صوت النواعي حزمة وتنعى يما حسين شبت عليك يما واجري يا دمعة حسين شبت عليك يما واجري يا دمعة يا حسين يما الكسرة وضلعه يا حسين يما الكسرة وضلعه سلام الله الكامل التام الشامل العام وصلواته الدائمة وبركاته القائمة التامة على حجة الله ووليه في أرضه وبلاده وخليفته على خلقه وعباده وسلالة النبوة وبقية العترة والصفوة صاحب الزمان ومظهر الإيمان وملقن أحكام القرآن ومطهر الأرض وناشر العدل في الطول والعرض. Sen gözlerinle bakırsan mene, karanlıkta kalan sesin. Susursam ben de susuram. Bu gece başka gece değil. Kara gece, kara gece. Kimse hazır değil mi? Kara gece, kara gece. Seni gözleyemem. Kardeşim harada kaldın, seninle paylaştığım her şey. Şimdi boş otaqda kalıp
Senin sessizliğinde itirem. Belki sabah gelecek, belki bu karanlık geçecek, ama bu gece çok uzun ve ben tekem burada. Kara gece, kara gece, kimse hazır değil mi? Kara gece, kara gece, seni gözləyirəm mən. Paşa qədər gözləyəcəyəm səni burada qaranlıqda qalan. Hər dəqiqə keçir amma sən gəlmirsən qapıdan. Səninlə olan xatirələrimdir məni əzir aparır. Gecənin ortasında səni çağırıram amma cavab yoxdur. Qardaşım desəm kim eşidəcək məni bu boş dünyada? Sənin yerində kim dayanacaq yanımda hər zaman? Bu qaranlıq məni boğur amma mən dayanıram, çünki bilirəm ki sən bir gün qaydacaqsan mənə. Harda qaldın? Eğer kalbin titremirse bu sözleri eşidende, sabah hiç ne olmayacak, bizden hiç ne kalmayacak. Kimse hazır değil mi oraya gece? Seni gözləyirəm mən. Kimse hazır değil mi oraya gece? Oraya gece, seni gözləyirəm mən. Hayat gözləyir bizim üçün, ama sen gelmirsen kara gece bitmeyecek sen olmayanda. İlahi, biz elə bir əzəmətli dövlətin şövqündəyik ki, onun sayəsində İslam və müsəlmanlar öz izzətini geri qaytarsın. Nifaq və münafiqlər zillətə düçar olsun. O dövlətdə bizi sənə itaətə dəvət edənlərdən, öz yoluna rəhbər olanlardan et.
النبي المصطفى وابن علي المرتضى أين الطالب بدم المقتول بكربلاء أين من الصراط المستقيم يا ابن النبي العظيم أين السبب المتصل بين الأرض والسماء صلى الله على وارث الأنبياء صلى الله على خاتم الأوصياء صلى الله على الطالب المنتظر صلى الله على العدل المشتهى. O Quranın vədi, o Quranın vədi, Peyğəmbərin müjdəsidir, Peyğəmbərin müjdəsidir. بسم الله الرحمن الرحيم آمن الرسول بما أنزل إليه من ربه والمؤمنون كل آمن بالله وملائكته وكتبه ورسله لا نفرق بين أحد من رسله وقالوا سمعنا وأطعنا غفرانك ربنا وإليك المصير. السلام عليك أيها العبد الصالح المطيع لله ولرسوله ولأمير المؤمنين. Bismillahirrahmanirrahim. Axirət zaman imtahanları haqqında danışırdıq və qeyd elədik ki, bu mövzu Peyğəmbərin özünün şəxsən və imamlarımızın hamısının önəm verdiyi mövzulardan biridir. Bu haqda danışarkən onlar xüsusi olaraq möminlərin içində olan imtahanları vurğulayıblar ki, axirət zaman imtahanları əsasən möminlərə aiddir, Əhl-i Beyti sevənlərə aiddir. Onların içində bu imtahanlar baş verəcək və yaxşılar süqut edəcəklər. Yaxşıların içində imtahan olunacaq və onlar süqut edəcəklər. Əli əleyhissalam buyurur ki, Peyğəmbər dincəlirdi və sahabələri də bizlər bir neçə nəfər
axirət zamandan danışırdıq, Dəccaldan danışırdıq. Deyir, Peyğəmbər narahat halda bizə baxdı və dedi ki, sizin üçün Dəccaldan daha çox möminlərin içində olan fitnədən qorxuram, imtihandan qorxuram. Ondan daha təhlükəlisi iman əhlinin azmasıdır, möminlərin düz yoldan sapmasıdır. İmam Rıza əleyhissalam buyurur ki, mimmən yəntahilu məvəddətənə əhləl bəyt, deyir, bu imtihan bizi sevənlərin içində olacaq, bizi sevmə iddiasında olanların içində olacaq. Axirət zamanda ən qorxulusu sizlərin bizim süqut etməyimizdir, yoldan azmağımızdır. Və ona görə də bugün bizim üçün bu çox zəruridir ki, biz gələcəyə baxaq, gələcəyi təhlil edək, bizi nə gözləyir, hansı imtihanlar gözləyir, o mövzularda danışaq. Bütün peyğəmbərlərin hamısı, əgər oxumusunuzsa görərsiniz ki, sonuncu peyğəmbər barədə cəmaatdan əhd alıblar. Yəni, hamısı gələcək üçün iş gördüyünü bildiriblər öz ümmətlərinə. Hədislərdə var ki, bütün peyğəmbərlər sonuncu peyğəmbər haqda öz ümmətlərinə məlumat veriblər və onlardan əhd alıblar. Halbuki onlar o dövrdə yaşamayacaqdılar. Amma başa salıblar ki, bu bir silsilə işdir peyğəmbərlərin işi. Bu bir məntiqi sonluğa doğru hərəkət edir və bugünkü gündə də gələcəyə baxış olduqca vacib məsələdir, olduqca zəruri məsələdir. İslam peyğəmbəri Qədirxumda əleyhissalamın vilayətini insanlara elan edəndə İmam Zaman haqqında danışır, axırıncı hüccət haqqında danışır, Məhdəviyyət haqqında danışır və tarixdə bunun nümunəsi var. Siz bilirsiniz ki, peyğəmbərdən əvvəl, peyğəmbər doğulmamışdan qabaq bir dəstə onu gözləyirdi. Mədinədə yaşayan yəhudilər peyğəmbərin gələcəyini hamıdan çox bilirdilər və xəbər vermişdilər. Əslində Mədinədə peyğəmbərin gəlişini müjdələyən onlar idi. Onlar dolayısıyla rol oynadılar ki, Mədinəlilər peyğəmbəri qısa zamanda qəbul elədilər. Amma nəticə nə oldu? Onu gözləyən insanlar, peyğəmbərin gəlişindən xəbərdar olan insanlar hamısı düşmən oldu peyğəmbərə. Və demək olar, çox böyük bir hissəsi, mütləq əksəriyyəti peyğəmbərə iman gətirmədi və düşmənçilik elədilər. Və bugün də hədislər bizə bunu bəyan edir ki, İmam Zamanın düşmənlərinin çoxu onu gözləyənlərin içindən çıxacaq. Onun qətlinə fərman verən alimlər bu məktəbdən çıxacaq. Bu açıq, aşkar hədislərdə bu qeyd olunub ki, onu gözləyənlərin çoxu onun qarşısında dayanacaq. Az bir qismi ona bağlı olacaq. Hədislərdə var ki, İmam Zamanın qarşılaşdığı cəmiyyət peyğəmbərin qarşılaşdığı vəziyyətdən belə deyək, daha çətin olacaq İmam Zamanın vəziyyəti. Çünki bunların cahiliyyəti onlardan pis olacaq. Onlar bütə istayiş edirdilərsə, bunlar Qurana istinad edəcəklər. Bunlar Quran əllərində İmam Zamana qarşı vuruşacaqlar. Bunu mən özümdən demirəm. Hədisdə var, onların hətta təsvir eləyir imam. Yerə yıxıldıqları zaman Quranı əlləri ilə sinələrinə sıxıb yıxılacaqlar və o şəkildə öldürüləcəklər. İmam Zamanla vuruşanda Quran sinələrinə yapışan halda əldən Quranları düşməsin deyə o vəziyyətdə, o halda yerə düşəcəklər və qətlə yetiriləcəklər. Yəni, bunu qəti şəkildə bilə bilərsiniz, anlaya bilərsiniz və bilməlisiniz ki, qarşıda imtihanlar var. Qarşıda çətin imtihanlar var və bu imtihanları xəbər verməliyik biz sizə. Çünki bunu bizə məsumlarımız xəbər verib və gələcəkdə baş verəcək imtihanlara hazır olmağımız lazımdır. Onun haqqında təsəvvürə malik olmağımız lazımdır və get-gedə ki, indi bu məzhəb, bu məktəb qüdrətinin belə deyək, ilk dönəmini yaşayır, böyük bir qüdrətə sahib olur günü-gündən və dünyada da vəziyyət şəffaflaşır, hər şey aydınlaşır, hüccət tamam olur. Dünyada baş verən prosesləri insan təhlil edəndə nəyin harda olduğunu artıq görür və bu məzhəbin gücü, qüdrəti artır, yayılma sürəti çoxalır. Belə bir vəziyyətdə bu müjdə verir ki, xəbər verir ki, dalıcan mütləq ələk gələcək, imtihan gələcək. Və bu o nadir mövzulardandır ki, imamlar təkidlə, özdə and içməklə bunun haqqında danışıblar. Mən neçə hədis oxumuşam.
Axı imamlar çox and içməzdilər hər şeyə görə. And içmək ümumiyyətlə məkruhdur, tez-tez and içmək. Amma bəzən mövzu o qədər önəmli olur ki, imam and içərək bu sözü danışır və o hədislərdən birini sizin üçün oxumaq istəyirəm. İmam Baqir əleyhissalamdan da var oxşar hədis, İmam Sadiq əleyhissalamdan da var, Həzrət Əmir əl-Möminin əleyhissalamdan da var. Bu hədislər birini oxuyuram sizin üçün. Buyurur ki, "Vallah letumahhisunna." And olsun Allaha imtihan olunacaqsınız. Xalislər seçilənə qədər, xalis olanlar. Vallah letumeyyizunna. And olsun Allaha bir-birinizdən ayrılacaqsınız. Yəni iki dəstə olacaqsınız. Siz indi toplaşmısınız, hamınız bir yerdəsiz, sizi ayıracaqlar. Bir dəstəyə deyəcəklər, siz çıxın buradan. Deyəcəklər, bu mənada yox ki, birbaşa deyəcəklər. İmtihanlar nəticəsində ayıracaqlar ki, siz bu yolun yolcusu deyilsiniz. Siz ayrılın, gedin, öz yolunuzu tapın. And olsun Allaha bir-birinizdən ayrılacaqsınız. Vallah letuğerbelunna. And olsun Allaha ələkdən keçiriləcəksiniz. Ələk necə sirkəlirlər ki, belə deyək, o lazımlılar düşsün, lazım olmayanlar qalsın, o şəkildə ələkdən keçiriləcəksiniz. Hətta la yəbqa minkum illa əndər. O həddəcən ələkdən keçiriləcəksiniz ki, sizdən azınız qalacaqsınız. Az bir qisminiz düz yolda qalacaqsınız. Çoxunuz xarab olacaqsınız. Mənə deməyin ki, sən bizi qorxudursan, sən bizi narahat edirsən. Mən bu sözləri hədislərə istinadən danışıram və özümdən bir kəlmə artırmıram. Bu barədə imamlar xəbər verib ki, and olsun Allaha ələkdən keçəcəksiniz və az bir qisminiz qalacaqsınız. Çox azınız qalacaq. Bu imtihan alimləri də əhatə eləyəcək, fəqihlər azacaq, müctehidlər azacaq. Deyir, o dövrdə yaşayan alimlər şərrul uləma, alimlərin ən pisidir. Təbii ki, o dəfə dedim, bu hamısına aid ola bilməz. Yəni, ən pisi o zamanda yaşayacaq, o mənada deyir. Yəni, alimlərin ən pisi o zamanda yaşayacaq. O demək deyir ki, alimlər hamısı ən pisidir. O zamanda alimlərin ən pisləri yaşayacaqlar ki, onlar insanları azdıracaqlar. İmam Zamanın zuhuru qiyamət gününə bənzəyir. Hafizətur rafiə. Bəzilərini alçaldan gün, bəzilərini ucaldan gündür. O gün bəziləri ucalacaq, bəziləri alçalacaqlar. Niyə süqut eləyəcək insanlar? Neçə cümə danışdıq. Bir səbəb təkəbbürdür. Ətraflı danışdıq. Bir səbəb həsəddir. Həsəd səbəblərdən biridir. Bir səbəb də var, onu da istəyirəm sizin üçün açıqlayayım bugün. Əleyhissalam bəyan eləyir imtihanların sirrini. Əleyhissalam özü Peyğəmbərdən sonra imtihan zamanında yaşadı və o imtihanların çoxunu gördü. Niyə görə insanların böyük qismi imtihandan kəsilir? Nə səbəbdən? İmtihanlar nə üçündür ümumiyyətlə? Səbəb nədir? Və necə imtihan olunur insanlar? Bunlar maraqlı suallardır. İmtihanın fəlsəfəsi budur ki, iddia edənlərlə həqiqət tərəfdarları nəhayət ki, bir-birindən ayrılsın. Allaha sayın çoxluğu lazım deyil. Maşallah doluşub insanlar bu məktəbə. Günü-gündən artır tərəfdarlar, çoxalır. Bunun bir təhlükəli tərəfi var. Başı çıxan adamlar bilir ki, haykü çoxaldı, axın ki çoxaldı, dalıca mütləq imtihan gəlir. Mütləq o ələk olmalıdır ki, görək kim qalır, kim gedir. İddia edən ki çoxaldı, iddia edən çoxalanda mütləq iddia edənlə həqiqət tərəfdarı bir-birindən ayrılmalıdır. Din qüdrətə çatdığı zaman imtihanlar kəskinləşir. Xalis olanlar qalır. Əl-ixlas qayətüd-din. Dinin qayəsi ixlasdır, səmimiyyətdir, xalis niyyətdir, həqiqi tərəfdarlıq, həqiqi haqqa bağlılıq. Bu dinin qayəsidir. Dünyada bu bir gün baş verəcək, mütləq baş verəcək. Niyə imtihandan çoxu kəsilir? Bir hədisdən bəyan eləmək istəyirəm. Vaxtınızı bir neçə dəqiqə alacam. Əleyhissalamdan olan hədisdir. Ləv ennəl batil xələsə min məzacil haqq ləm yəxfa aləl murtadin. Buyurur ki, əgər, əleyhissalam buyurur, əgər batil haqdan ayrılsaydı tam, batil haqqa qarışmasaydı, hətta nadan insanlar da səhv eləməzdi. Qorxusu olmazdı. Batil tam batil, haqda tam haqq olsaydı. Belə olsaydı heç bir qorxu olmazdı.
Şək eləyənlər də başa düşərdi. Biri tam batildir, başdan ayağa batil, biri də tam haqdır. Burada azma ehtimalı sıfırdır. Azma ehtimalı yoxdur. وَلَوْ أَنَّ الْحَقِّ خَلَسَ مِنْ لَبْسِ الْبَاطِلِ اِنْقَتَعَتْ عَنْهُ أَلْسُنُ الْمُعَانِدِينَ Buyurur ki, haqq batildən tam ayrılsaydı, inatkarların bəhanəsi qalmazdı. Danışmağa sözü qalmazdı. Lakin yu'xazu min haza ziqsun və min haza ziqsun. Buyurur ki, amma batil belə deyil. Haqdan biraz qarışır, batilə biraz qarışır, hərəsindən biraz. Fəyumzəcan. Fəhunalikə yəstəvliş şeytan alə avliyaih. Deyir ki, haqq ki batilə qarışdı, haqq nahaqqa qarışdı, şeytana fürsət verilir ki, öz dostlarına hakim ola bilsin. Haqq nahaqqa qarışanda. Bir cərəyandır, bir qədər haqdan götürüb, bir qədər batildən. Bir dənə kokteyl düzəldib, haqq nahaq bir-birinə qarışıb. Xəstə olanlar, ürəyi xəstə adamlar, ruhu xəstə adamlar, qəlbi çirkin adamlar, batilə meyl eləmək istəyir. Hərə öz tayını tapır da dünyada. Hərə öz tayını tapır. Axırda da hamı öz tayını tapacaq. O tayını tapmaq üçün ki, bu xəstəlik bunun qəlbində var, o onu cəzb eləyir. İndi bir bəhanə olmalıdır da əlinə düşsün ki, ona tərəf getsin. O batilin içindəki haqq hissə var. Bütün batillərdə bunu qayda kimi yadınızda saxlayın. Məhz tam batil bir şey yoxdur dünyada. Batil haqla qarışır. Batil haqla həmişə qarışıqdır. O zaman ki, batil haqdan tam ayrılacaq, İmam Zaman zuhur eləyəcək. Batil haqla tam ayrılanda, haqq haqdır, batil. İndi bilinmir ki, nədir? Müxtəlif cərəyanlar var, haqdan bir qədər söz götürür, batildən qarışdırır, bir şey düzəldir və qəlbi xəstə olan insanlar ki, onlarla ruhu baxımdan uyğunluğu var, onlarla oxşarlığı var, yaxınlığı var, onlara tərəf getməyə bəhanə nədir? Onların içində olan haqq. Haqq sözlərə istinad edir, düz deyir də filan sözü. Bəli, o düz deyir filan sözü. Allahın imtihanı ondadır ki, o bəzi sözləri düz deyir və düz deyəcək. O bəzi sözləri düz deyəcək və düz sözlərə istinad eləyib xəstə ürəkli insanlar onlara tərəf gedəcək. Adam var, ürəyə gedir onlar üçün, batil cərəyanlar üçün, batil düşüncələr üçün. Deyir, bax da, kişi düz danışır da. Kişi düz danışır, amma ki, səhv yoldadır, düzdən biraz qatıb, səhvdən biraz qatıb, səni imtihan eləyir Allah bundan. Ki, bir istinad eləməyə bir nöqtə olsun. Dünyada elə bir adam yoxdur ki, 100% sözü səhv olsun. Bax, bu qaydalar da, əziz qardaşlarım, bunu yadda saxlayın. Asan olardı, bir desin ki, adamlara zülm eləmək lazımdır, oğurluq eləmək lazımdır, belə şey görmürsünüz. Hamı deyir ki, ədalət, qəşəng sözlər, içində bir dənə batil söz. Bu da ona tərəf meyllənir, onun haqq sözünü bəhanə edir ki, görürsən, kişi düz danışır da. O kişi düz danışır, Allahın oyunudur qurub. Ki, batil olanlar, haqq sözlər də danışsınlar, qarışıq və bilinsin ki, kimdir. İstinad eləməyə bəhanə verir hamının əlinə. Belə bir söz deyim, loru dildə deyim ki, kül olsun batil cərəyanın müsbət xüsusiyyətlərinin başına. Bunu tez-tez təkrar eləyin. Bütün müsbətlərinin hamısı yerin altına girsin. Bütün haqq sözlərinin hamısı. Nə dəyəri var onun haqq sözünün? Onun haqq sözü batilliyini gizlətmək üçündür. Onun haqq sözü nə qədər haqq olursa olsun, sən onun yaxşılıqlarına nifrət eləməlisən, pisliyi öz yerində. Onun müsbətlərinə nifrət eləməlisən. Rubbə talil Qur'an vəl-Qur'an yəl'anuh. Nə çox Qur'an oxuyanlar var, Qur'an onlara lənət oxuyur. La yaziduhum illa xəsara. Qur'an özü bəyan edir. Deyir, bu Qur'an bəzilərinin ziyanını artırar, xəsarətini artırar. İti düşüncə budur ki, batil cərəyanların yaxşı sözlərini, haqq sözlərini tanıyıb onun haqq sözünə qarşı olasan. Haqq sözünə qarşı olasan. Bunu siz qarışdırmayın. Deyir, məsələn, bir adamdır, səhv yoldadır, düz söz danışır, elm verir, onu öyrən, o başqa məsələ. Onun o xislətini qabartmayasan, onun o xislətinin özünə nifrət eləyəsən. Çünki batilin haqq xislətləri
pis xislətlərindən daha təhlükəlidir. Cəmaatı onunla ovlayır, aparır, onunla azdırır, aparır. Əbu Musa Əşəri necə idi? Deyirdi, Muaviyyədə də yaxşı şeylər var, Əlidə də yaxşı şeylər var. Fitnədir, qarışmayaq bu işlərə. Eləyək ki, dava olmasın, müharibə olmasın. İkisində də var, Əlidə də var, Muaviyyədə də var. Belə. Ən rəzil insanların yolu bu yoldur. Ən alçaq insanların yolu bu yoldur. Onlar çox alçaq insanlardır. Bəli, Muaviyyənin sözlərinin bəzisini axtar görəcəksən düz söz danışır. Nə olsun ki, düz söz danışır? Onun zirəyliyi ondadır ki, düzü səhvə qatır verir və xəstə adamlar da görsən, Muaviyyə də olsa düz deyir də, kişi düz danışır. Bu imtihanlar gəlir qarşıda. İmtihan o zaman olur ki, haqq batilə qarışır və çıxır insanların müqabilində dayanır. Heç kim xalis batil deyil. Heç kim. Batilin haqq sözlərini heç vaxt aldanmayaq. Allahın hikməti bundadır ki, o haqq sözdə danışsın. Bütün dünyada nə qədər batil yollar tanıyırsınız, hamısı haqqa qarışıb, hamısı. Vaxt yoxdur. Bu barədə Şəhid Mütəhhərinin bir kitabı var, mən onu çox maraqla oxumuşam. Haqq və batil, mən tərcümə ediblər onu, yoxsa yox, bilmirəm. Qəşəng kitabdır. Quranda haqla batilin misalını Allah deyir ki, haqq dənizin suyu kimidir, batil köpüyü kimidir. Elə gözəl onu izah eləyir. Deyir, niyə görə onu köpüyə bənzədir, bunu suya? Deyir, köpük suyun üzərində mövcud ola bilir. Batilin deyir, istinadgahı haqq olmasa, haqqa süvar olmasa, haqqın üzərində oturmasa mümkün deyil mövcudluğu. O haqdan nəsə götürüb ona söykənib var ola bilər. Onun əlindən alanda deyir, zaman keçdikcə təxminən məzmun belədir. Batil aradan gedər, köpük gedər, faydalı olan qalar, haqq qalar. Yəni bir gün belə olacaq. Bilirsiniz nə zaman İmam Zaman zuhur eləyir? Batil başlayır batil kimi zuhur eləməyə. Haqqa istinad eləməyə yeri qalmır. Haqqa istinad eləməyə imkanı qalmır. Manevr imkanları tükənir batilin. Bu prosesi belə izah eləyir. Geniş məsələdir ki, ona toxunmaq istəmirəm. Bütün batil insanların hansısa müsbət xüsusiyyətlərini tapa bilərsiniz. Ömər Səd İmam Hüseyin qatildir. Ömər Səd İmam Hüseynin xeymələri qarət olunanda səmimi ağlayırdı. Diz üstə oturub ağlayırdı ki, ay namərdlər, niyə Peyğəmbər balalarını qarət edir? Bax, insan belə ziddiyyətli varlıq. Məsələ bundadır elə. Ağlayırdı, əməlli başda oturub ağlayırdı. Kimə sözün göstərməyə ehtiyac yox idi. Denən ki, yerə girsin sənin o mərhəmətin. Ürəklə denən, qorxma, cürətlə denən ki, bütün bu əxlaqın, bütün o gəlişi gözəl sözlərin, halların, həqiqi də olsa yerə girsin ki, sənin mahiyyətin batildir. Sənin həqiqətin batildir. Müsbət cəhətlər mənfiyə qarışır ki, xəstə adamlara bəhanə verilsin. Xəstə adamların əlinə bəhanə düşsün. Hər gün bu sözü deyin, bu zikirdir bu. Deyin, o batildə olan haqqın başına kül olsun. Bu qarğış deyil, qadın qarğışı deyil. Bu bir mövqedir. Bu bir insanın öz mövqeyini bəyan eləməsidir. Başı nizəyə də aparır, yanında əvvəl vaxta namazda qılır. Denən yerə girsin sənin o namazın. Üzr istəyirəm, bugün biraz səmimi danışım. Başıva dəysin sənin o namazın. Sənin namazına nifrət eləyirəm mən. Sənin namazına nifrət eləyirəm. Sənin o haqq görünən hissin var, ona nifrət eləyirəm. Bəli, baş nizədə aparılır, problem elə bundadır. Yanında namaz da var, yanında təkbir də var, oruz da var, piyada həccə getmək də var. Piyada həccə gedən adamlar, 20 neçə dəfə həccə gedən. Deyirəm, sənin həccüvə də nifrət eləyirəm, sənin bütün müsbət xüsusiyyətlər və nifrət eləyirəm. Bunu gərək cürətlə insan desin. Haqqın düşməni ama yaxşı oğlandır, nəsə belə yaxşı əxlaqı gözəldir. Nə əxlaqdır o? O əxlaqı vicdanını sakit eləmək üçün 2-3 dənə şeyə əməl edir ki, vicdanının səsini sustursun. Cəmaatın başını allatsın. Ya hətta səmimi olsa belə, mahiyyəti nədir? Mahiyyəti batildir, mahiyyəti gedir elə bir adamla oturur ki, yaxşı oğlandır. Yaxşı oğlan deyil, yaxşı oğlan ola bilər. Ola bilər, yaxşı oğlandır, var. Haqqın içində yaxşı oğlanlar var ki, bir gün haqqı tapacaqlar. O ayrı mövzudur ki, sən istənilən insanın müsbət xüsusiyyətinə istinad elə, onu hidayət eləməyə çalış. Amma inad gördünsə bir adamda, inadkarlıq elədirsə, hey haqqın qabağında inadkarlıq elədir. Bu yandan da 5 dənə yaxşı xüsusiyyət oldu, o yaxşı xüsusiyyətlər səni aldatmaz.
Bunun nəsə bir xarablığı var ki, bu inadkarlıq eləyir. Necə İmam Hüseyin onların içində yaxşı xüsusiyyətli olan adamları çəkirdi, istinad eləyirdi yaxşı xüsusiyyətlərinə. Onlar ki, təsadüfən gedib düşüblər. Bəli, onu mən 100 ildə indi mən şirtmək üçün deyirəm, illərdir danışıram ki, bəli, heç kəsə damğa vurmayaq, amma batil cərəyandan danışıram. Bir insan batil cərəyandan mənsubdur, inadkarlıq edir, 5 dənə də yaxşı xüsusiyyəti var. İstinad elə o yaxşı xüsusiyyətlərinə, hidayəti üçün çalış, amma gördün, inadkarlıq edir, onun o 5 dənə müsbət xüsusiyyəti səni aldatmasın, sənin fikrini qarışdırmasın. Bilirsiniz də şeytan, üzr istəyirəm, cəhənnəmin təbəqələri var da, hədislərdə də var ki, neçə təbəqədir cəhənnəm. Şeytan deyirlər onun 4-cü təbəqəsindədir, mərtəbəsində, yəni dərəcəsində. Ondan da aşağı dərəcədə olanlar var cəhənnəmdə. Onlar kimlərdir? Hədis buyurur ki, 2 dəstə, imamları öldürənlər, övliyaları və övliyaların haqqını qəsb edənlər. Ən aşağı dərəcəsində də təbii odun. Bir dəstə də var, maraqlıdır bu. Bir dəstə də var, onlarla bir yerdədir. O dəstə hansılardır? Deyir, kim onları bir zərrə müsəlman saysa, onlar da onların yanındadır. Şeytandan da aşağı dərəcədədir. Yəni, onlara nəsə bir fəzilətdən bir zərrə onların payına düşdüyünü hesab eləsə ki, onlarda nəsə müsəlmançılıqdan bir pay var. Nəsə bir fəzilətli olmaqlarını bir zərrə də olsa qəbul eləsə. Yəni, onların yaxşılıqlarına da nifrət eləməsə, sözün qısası. Bizim bəhsimizə uyğun tərcümə eləsək bu hədisi, onların yaxşılıqlarına da nifrət eləməsə, elə onlarla bir yerdə olacaq cəhənnəmdə. Səndə zərrə qədər simpatiya var onlara. Hardan çıxıb sənin ruhunda? Bu simpatiyanın mənbəyi nədir? Simpatiya varsa zərrə qədər edir, gedəcəksən onların yanına. Buyur. O cəzb eləyəcək səni cəhənnəmdə də. Diqqətli olun bu məsələdə ki, nahaq yoldan, nahaq düşüncənin, cərəyanı təmsil edən müxtəlif insanlara qarşı qəlbimizdə bir zərrə meyl olmasın. O meyl zərrəsi, o zərrə simpatiya var heç üzdə. O sizin axırınızı xarab eləyəcək. Onlarla eyni aqibəti yaşayacaqsınız. İmam Hüseyni öldürənlərdə də baxsın, bəzi yaxşılıqlar var. Bəzi müsbət xüsusiyyətlər var. Yəni, real təhlil eləyək də vəziyyət. Biz özümüzü çaşdırmayaq ki, onlar hamısı deyirəm də buynuzlu şeytanlar idi. Hamısının üzündən zəhrimar yağırdı. Elə mömin sifətli adamlar vardı orada. Ömər Səd özü əxlaq ustadı idi Küfədə. Əxlaq ustadı indi müasir dilinə deyirəm, nəsihət elirdi, moizə elirdi, cəmaata yol göstərirdi. Bugün də elə. Başdan ayağa batil yoldadır, 5 dənə də müsbət xüsusiyyəti var. Şeytan burada insana hakim olur. Haqqı batilə qarışdırır ki, sən istinad eləməyə bir yer qoysun ki, sən onda olan o yaxşı şeyləri bəhanə eləyib ona tərəf gedəsən. Allahın imtihanının mənası budur. Sənin ürəyində meyl var batilə tərəf, Allah da sənə bəhanə verir. 5 dənə yaxşı şeyin göstərir, o da ona baxır, deyir, görmürsən düz deyir. Sən Allah düz demir, sən Allah bu haqq demir. O sən Allah haqq demir, o imtihanın elə mahiyyətidir. Ki, bir əlvə bir bəhanə versin də, necə deyəsən ki, bir adam desin ki, bir daha deyirəm, oğurluq yaxşıdır, zülüm yaxşıdır. Sən desin, sən Allah düz demir. Yox, Allah belə bir şey qurub ki, bəzi qəşəng sözlər, haqq sözlər danışsın. Qəlbi xəstə olanları onun vasitəsilə cəzb eləsin özünə. Vay o gündən deyəsən, filan şeyləri yaxşıdır, düzdür. Yenə deyirəm, baxır nə mənada deyirsən, batildə olan məsələn Həzrət Əli yaxşı müsbət cəhətlərini misal çəkir, deyir, onların Muaviyə bağlılığı sizdə olsaydı, batil cərəyanın öz batillərinə bağlılığı sizdə olsaydı, biz bugünə qalmazdıq. İbrət üçün baxasan, onlara rəğbətin olmaya söhbət ondan gedir. Biraz mövzu elədir ki, çox həssasdır, gərək dəqiq başa düşülsün. Axirə zaman imtihanları belədir. Haqq batilə qarışacaq. Necə eləyək, nicat tapaq, batilin heç bir haqq sözünə aldanma. Heç bir haqq sözünə aldanma. İnkar elə, haqq hissəsini də inkar elə. Haqq hissəsini də. Yoxsa İmam Zaman sahabəsi ola bilməzsən, mümkün deyil. Yoxsa əllərinə Quran alıb çıxacaqlar qabağa, necə Əleyhisselamın zamanında. Qurandan danışır bunlar. Qurana istinad edirlər bunlar. Yadınızdadır keçən söhbətlərdə dedim, cəmaat gəldi birini çox təriflədi Peyğəmbərin yanında.
Namazı belə, orucu belə, namazı, ibadəti filan. Peyğəmbər soyuqqanlıqla belə dedi, bax, dedi, tanımıram. Tanımıram o adamı. Ağıllı, bəsirətli səhabə olsaydılar, deyərdilər ki, yerə girsin onun namazları, ya Rəsulallah, başa düşdü. Əvvəldən birinci aldanmazdılar, indi aldanıblarsa, necə ola bilər? Bir adam ibadətdə ad çıxarsın, Allahın Rəsulu onu tanımasın, necə ola bilər? Dedi, tanımıram, yox, əl çəkmədilər. Bilirsiniz, o nə namaz qılır, nə oruç tutur, içəri girən kimi, da gördü də yanındakılar, bunlara başqa nə dillə başa salsın. Dedi, onun alnında şeytanın izini görürəm. Matməəddəl baxdılar ki, Peyğəmbər niyə belə dedi bunun barəsində? Sonra dedi ki, meçidə girəndə düzünü denən, fikirləşdin ki, hamından üstünəm mən, dedi, hə, doğruculuğu da var imiş bunun, səmimiyyəti də var imiş, yerə girsin onun səmimiyyəti. Bu məntiqlə gərək yanaşasan. Bəli, onun elə 5 dənə yaxşı iş olacaq, namazı olacaq, hansısa bir əxlaqı xüsusiyyəti olacaq, sən də ağzı açıb üzr istəyirəm ona baxacaqsan. Yox, yaxşıdır, filan şeylər amma yaxşıdır. Simpatiya ilə, rəğbətlə baxacaqsan ona. Qərb mədəniyyətinə baxır, 5 dənə küçəsində səliqə səhmanı görür, məftun olur, heyran olur ona. Amma o biri tərəfini görmür ki, onun xeyir duası ilə insanların, günahsız uşaqların qanı tökülür. Raketi yağdırır, bombanı yağdırır, günahsız insanları öldürür. Dil özünü müdafiə edirik, özümüzü müdafiə edirik. Onu görmür. Buna istinad eləməyə nəsə lazımdır. Onda o qədər gözəl sözləri var, o qədər. Yerə deyirəm, təhlil elə, elmi müstəvidə araşdır, inkişafı nə doğurdu, səbəb nə idi. Bunları araşdırır, simpatiyadan danışıram, rəğbətdən danışıram. Aşura bax belə yarandı. Aşuranı yaradan səbəb buydu ki, bəzi insanlar batilə meyilli idi, onlarda müsbət şeylər görüb, bəhanə əldə elədilər, onlara tərəf meyilləndilər. Aşuranı 2 dəstə yaratdı, zalimlar və onlara simpatiya bəsləyənlər, onlara rəğbət olanlar. 2 dəstə əl-ələ verdiyim hamısını öldürdü. Və hamısı da bir yerdə cəhənnəmə gedəcəklər. Hamısı bir yerdə əl-ələ verib cəhənnəmə gedəcəklər. Bilirsən, cəhənnəmə gedən insanların içində nə qədər yaxşı oğlanlar var. O yaxşı oğlanlar deyirsən, yaxşı. O qədər yaxşı xüsusiyyəti olan adamlar var cəhənnəmə gedənlərin. Cəhənnəmə gedənlər mütləq pisdir. Cəhənnəmə gedənlərin 5 dənə 10 dənə də yaxşı xüsusiyyəti olacaq. Onları gözünün önündə pərdə olmasın. Kərbəla şəhidlərinin fəziləti buydu ki, bütün yaxşılıqlarına nifrət edirdi. Onların namazına nifrət edirdilər, onların ibadətinə nifrət edirdilər. Onların bütün yaxşılıqlarına və pisliklərinə nifrət edirdilər. Əleyhissalam nə əmr verdi Siffeyndə? Dedi, Quranları vurun. Eşitmişsiniz deyəcən ki, biri deyir, Quranları vurun. Quranı vurub nizəyə, Əleyhissalam deyir, vurun Quranları. Estağfurullah, ya əmir əl-mömin, Quranı vurarlar. Elə dedilər. Həm sözlər, estağfurullah, siz nə danışırsınız? Adam Quranı vurar. Bəli, Quranı vurur. Onların Quranını, onlar Quranı qəbul eləmirlər, onlar Quranı sipər eləyiblər. İbrət öyrədir bizə. Eşitmişdə bu hədisi İsa Peyğəmbərə gəldi, şeytan dedi ki, deyən, Bismillahirrahmanirrahim. Şeytanın belə işləri də var. Həzrət İsa dedi, ölsəm də demərəm. Sən deyirsən deyə Bismillah demərəm. Sənin Bismillahı da istəmirəm. Sənin heç nəyi istəmirəm. Sən deyirsən Bismillah, onu demərəm. Batil cərəyandır, batil yoldadır, onun əxlaqına da nifrət elə, onun bütün fəzilətlərinə də nifrət elə. 4-5 yaxşı xüsusiyyət hamının olacaq, bunu yaddan çıxartmayın. Xahiş edirəm, bu 4-5 yaxşı xüsusiyyət sizləri aldatmasın, yoldan çıxartmasın. Hədislərdə var, münafiqin göz yaşı çox olur. Deyirəm, ürəyi yumşaq adamdır, filan kəs ağlayır. Deyirlər, göz yaşı çox olur da bunun ağlayır, nəsə qəribə bir xüsusiyyət. Münafiqliklə yanaşı bu ağlamaq xüsusiyyətləri də çox. Mömində də var bu xüsusiyyət. İndi gəl ayırd elə də. Möminin də gözü yaşlı olar, münafiqin də. Maraqlısı budur. Biz həyat belə maraqlıdır. Elə hər şey şəffaf, aydın olsaydı nə vardı? Mömində də bu xüsusiyyət var, münafiqdə də var. Kumeyl sir əshabından idi. Əshab-ı sirdir. Əleyhissalam ona xüsusi sözlərini dedi. Kumeyl gəlir, Quran oxuyanı görür. Elə gözəl Quran oxuyur, Kumeylin ayaqları getmir. Həzrət Əli ilə yol gedirlər. Deyir, ya əmir əl-möminin, görün nə gözəl Quran oxuyur bu. Əleyhissalam deyir, gəl. Deyir, ürəyimdə sual yarandı. Ki, Əleyhissalam niyə belə dedi? Bu gözəl Quran oxuyur, bunun avazına bax, halına bax, ağlaya. Heç nə demir, deyir, gəl, bu da sual şəkki qalır ürəyində. Siffeyn döyüşündə
Meyitlərin arasında gəzəndə əleyhissalam bir meyidə yaxınlaşır, Kumeyl də yanında. Deyir, bunu tanıdın? Deyir, yox, tanımadım. Deyir, o gecə Quran oxuyurdu gözəl səslə, səni cazibəsinə salmışdı təsirinə. Və həmin onun cənazəsidir. Onun Quran oxumağını da əleyhissalam o vaxtdan ayırd edir. Sən onun məsumluğuna yazırsan ki, ona qeybdən gəlir. Yox, bəzi şeylər qeybdən gəlmir. İnsan elə baxanda diqqətlə hiss eləyir, başa düşür, görür. Adamın bir bəsirəti olsa, haqqa bağlılığı olsa, bir dənə əlamətdən yapışaraqdan vəssalam. Qalan, gördün ki, bu haqdır, müqabilində deyənən nə danışsın, imkan vermə qəlbin ona meyilləsin. Bir kişi vardı, qoca kişi idi. Bir nəfər danışır, deyir, babamla deyir, ticarət səfərinə gedirdi. Hər dəfə deyir, mən Kufə ətrafında yaşayıb, ya Bəni Əsəd yaşayan yerdə, oralarda yaşayıb, bilmirəm mən hansı qəbilədəndir o, hardandır. Deyir, keçirdi, gedirdi, bu kişi dayanıb, hər karvana verir. Kimsiz, hardan gəlirsiniz? Neçə dəfə gedirik, qaydırıq, neçə il hətta. Geçiriyor oradan, bir kişi dayanıb orada soruşur. Axırda babam dedi ki, sənin işin gücün yoxdur, həyatın, yaşayışın yoxdur. Gəlib burada dayanıb çatana deyirsən ki, hara gedirsən, hardan gəlirsən? Dedi, nə işin var mənimlə? Sən yolu getməklə nə işin var? Deyir, dedim, yox, maraqlıdır, mən neçə ildir buradan keçirəm. Hər dəfə sən hər karvana yaxınlaşırsan, avara qalmısan sən bu çöllərdə. Nə axtarırsan sən, kim axtarırsan? Dedi ki, onu da belə təkid edirsən, danışım. Cavanlığımda Peyğəmbərin huzurunda oturmuşduq. Peyğəmbər danışırdı, biz də qulaq asırdıq. Birdən nəvəsi daxil oldu içəri. Nəvəsi daxil olanda deyir, Peyğəmbər ağladı. Elə yana-yana ağladı Peyğəmbər ki, bizim də halımız dəyişdi, biz də ağladıq. Dedi, ya Rəsulallah, gözünüzün yaşına qurban olaq, ağlamağınızın səbəbi nədir? Deyir, Hüseyni aldı ağuşuna, dedi, mənim bu balamı Kərbəlada öldürərlər. Danışdı, ağladı, biz də ağladıq. Ondan sonra dedi ki, bəs necə olacaq, əhvalatı necə olacaq, neyniyək biz? Peyğəmbər buyurdu ki, elə ki, onun qəribli fəryadını eşitdiniz, dedi, həl min nasirin yansuruni, tələsin ona kömək eləməyə. Bunu dedi, biz yenə də ağladıq. O söz mənim yadımda qalıb, indi mən bilmirəm Hüseyin hardadır, nə baş verir, nə olur, mənə bir dənə dəlil verdi Peyğəmbər. İndi otururam, görürüm ki, birdən keçər o hadisə, mən xəbərsiz olaram. Gəlirəm, dolanıram hər gün, yaxında yaşayırmış. Hər gün gəlirəm, gələn karvanlara baxıram, görürüm ki, neçə illərdir mən burada avarayam bu çöllərdə. Heç təhlil qabiliyyəti də o qədər yoxdur. Heç bilmir ki, Kufə bir dənə dəlil tapıb, haqqa bağlanmaq üçün və haqqa da bağlanıb. Tarixi hadisədir, valla danışdığım. O cavan deyir ki, İmam Hüseyin şəhid olandan sonra bunlar da ona dəstək verməyib də İmam Hüseyin. Dedi, gedək görək, babam dedi, gedək görək o kişinin cənazəsi oradadır, haradadır. Dedi, getdi, gördü, neçə gündə keçmişdi, bilirsiniz, cənazələr çöldə qalmışdı. Gəldi, gördü ki, İmam Hüseyin çox yaxınlığında o qoca kişi də şəhid olub. Çox nurani bir çöhrə ilə, sima ilə İmam Hüseynin yanında uzanıb şəhadətə çatıb. Bir əlamət gördü ki, haqdır da heç kəs onu aldada bilmir. Haqqa yəqin elədinsə, qabağında dayanan nə danışır, danışsın. 5 dənə də yaxşı söz danışsın. Sənin dəqiqədə hər bir batıl söz sənin qəlbini özünə tərəf ovlamasın, aparmasın. İmam Hüseyndən bu günlərdə mən söhbətimi tamamlayıram. Möhkəm yapışaq. Bir Məhərrəm də səfər də ömrümüzdən keçir, gedir. Gələn Allah qismət eləməyə, israrla mən bir şey görmüşəm ki, xahiş eləyənləri buraxmır yanından. Buraxmır yanından. Qara Qulam hadisəsini çox eşitmişsiniz də, o xidmətə gəlmişdi ora. Silah hazırlayırdı, çadırlara xidmət eləyirdi, bilməm təmizləyirdi, neynirdi, xidmət eləyirdi. Cəmaat da gedir, döyüşür, bu da xidmət eləyir. Bir də gördülər ki, əlini təmizlədi, üstün başını təmizlədi, qılıncını götürdü, gəldi ki, indi növbə mənim, mən də gedirəm. İmam Hüseyin dedi, sən hara gedirsən? Dedi ki, mən də döyüşə gedirəm. İmam Hüseyin dedi, yox, sən xidmətə gəlmirsən bura, sən burada xidmət elirsən və bitir hər şey, sən də xidmət müddətini də bitir. Get, rahat yaşa, get öz həyatı yaşa. Dedi, mən səndən sonra, sizdən sonra həyat yaşayın deyirsiniz. Ağladı deyir. Ağladı, qorxuya düşdü ki, imam imkan verməz. Çox qorxdu deyə elə sözlər dedi ki, adam rəva bilmir ki, İmam Hüseyinə o vəziyyətdə o sözü deyə. O dedi, israr elədi, dedi ki, hə, başa düşdüm, niyə görə mənə icazə vermirsiniz, rəngim qaradır ona görə. Məni layiq bilmirsiniz, bədənimin qoxusu pisdir,
tanınmış nəsildən əsil nəsəbim tanınmış deyil ona görə. İmam Hüseyn deyib baxdı, dedi ki, yox əzizim, mən buna görə demədim. Getmək istəyirsən, get meydana. İstədim ki, sən əziyyət çəkməyəsən. Sən bura döyüşçü kimi yox, xidmətçi kimi gəlmirsən. Deyir, o vəziyyətdə icazə aldı, getdi. Atdan yerə düşəndə İmam Hüseyn başının üstünə gəldi, dedi ki, o elə bil ürəyində qalmışdı onun sözləri. Gəldi onun başının üstünə, dedi, ilahi, mənim bu qulamımın üzünü ağ elə. Bədəninin qoxusunu gözəlləşdir. O ki demişdi, mən heç kimim yoxdur, tanınmış adam deyiləm, atam babam tanınmış deyil. İmam Hüseyn onu özünə aid elədi. Dedi, ilahi, bunu indi cənnətdə cəddimə, anam Fatimə Zəhraya qonaq elə. Xəbər elə ki, Hüseyn bunu göndərib ki, onu layiqli qarşılasınlar. Bu ki, dedi, mənim heç kəsim yoxdur, bu gündən onun kəsi mənəm, özüməm, mənəm onun sahibi. O mənim adamımdır. Dillər duası təbii ki, qəbul oldu. Elə gözəl ətir yayılırdı onun cənazəsindən Kərbəla çölünə. Görsə, israr eləyəndə İmam Hüseyn yanında saxlayır. İsrar eləyəndə, təkid eləyəndə. Bəziləri deyir, niyə hər il gəlirsiniz? İmam Hüseyn elə bir iş görüb ki, hər il çəksin, gətirsin ki, qala biləsən haqda, başa düşürsünüz. Dünən bir ziyalı bir adamla söhbət eləyirdi. Onu mən dediyim, maraqlı sözlər deyirdi İmam Hüseyn haqqında. Elə söhbət əsnasında danışırdıq mövzunu. Hər il sənin mənsubluğun qorunsun. Səni çağırsın öz yanına. Hər il sən gələsən bu qapıya ki, qopub getməyəsən. Hər il təkrar olsun bu. İmam Hüseyn ildə bir dəfə gəlir, hamını dəvət edir. O bəzi dindarları mən başa düşürəm. Gəlib oturub adamları təftiş edir. Buna bax, bu dünənin içki içəni, yəni ilə 12 ay içki içir, gəlib burada sinə vurur. Biri deyir, oyun görmüşəm bir yerdə yazıb. Camaat namazına getməyənlər ərbəyinə gedir. Nə bilməm, mən neyin? Sənin camaatla nə işin var? İmam Hüseyn qəbul eləyir, çağırır, gətirir, günahkarları da gətirir. Elə bu qapı onun üçündür ki, namaz qılmayan da gəlsin inşallah, namaz da qılar bir gün. Camaat namazına da gedər. Bu adam neçə 100 kilometr ayaqla yol gedir. Bəli, camaat namazına gəlmir, özü bilər, öz şəxsi işidir. Oturub camaatı niyə təftiş edirsiniz? Başı açıq gəldi, filan oldu. Bu İmam Hüseynin qapısıdır, hamını qəbul edir. Hürrü gətirdi, qəbul elədi. Heç tövbə eləmək sözünü dilinə gətirmək imkan vermədi. Heç danışmağa imkan vermədi. İrfə rəsək, başı qaldır. Xəcalətli dayanma mənim qarşımda. Deyir, elə danışdı ki İmam Hüseyn Hürrlə. Tarixdə yazırlar, deyir, Hürr o xəcalətdən tam çıxdı. Deyir, elə rəcəz oxuyurdu, elə özünü aparırdı ondan sonra. İmam Hüseynlə böyüyüb elə həmişə. O dərəcədə ona mərhəmət elədi, o dərəcədə ona lütf elədi. Ona görə bu məclislərə çox təkid ediblər. Bu göz yaşlarında nəsə var, bu göz yaşları imkan verir ki, insan haqqı tanısın, haqqa bağlansın, haqqın yanında qalsın. Ona görə tez-tez gedin, gəlin deyiblər bu qapıya. İmam Hüseyndən istəyin, İmam Hüseyn istəyəndə Allah onun istəyini rədd eləmir, qaytarmır. Peyğəmbər ağlayır 3 gün, heç kəs yaxın düşə bilmir. Oturub üzü qibləyə ağlayır, ümməti, 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 ümməti. 3 gündür. Halı xarabdır Peyğəmbərin. Ümməti üçün ağlayır, ümmətinin günahkarları üçün. Şəhid Mütəhhəri də bu dastanı yazıb kitabında. Bir əleyhissalam, Həzrət Zəhra, İmam Həsən, hamısı ailə toplaşdı, deyir ki, Peyğəmbərlə bu nə qəmdə üz verib, necə eləyək Peyğəmbər bu haldan çıxaraq? Deyir, ixtiyarsız hamının gözü döndü İmam Hüseynə. Hamısının gözü İmam Hüseynə döndü. Baxdılar İmam Hüseynə. Yazır Şəhid Mütəhhəri ki, gəldi, deyir, oturdu atasının, babasının, Peyğəmbərin dizinin üstündə başını qucaqladı. Peyğəmbər baxdı ona, dayandı. Bir söz dedi ki, baba ağlama. Balaca yaşındaydı. Bir dənə söz dedi ki, baba ağlama. Baba ağlama deyəndə Cəbrail nazil oldu Peyğəmbərə. Ya Rəsulallah, day ağlama. Hüseyn xahiş edir, day ağlama. Ümməti bağışladı, Allah sənə bağışladı hamısını. Hüseynin ürəyi narahat olmasın. Hüseynin ürəyi bu qədər əzizdir Allah üçün. Biz də İmam Hüseyndən istəyək, Allahdan istəsin ki, day bizi buraxmasın bu qapıdan. Day biz haqqa bağlanaq, bir dəfəmlik bağlanaq. İmtihanlar bizi bu yoldan çıxartmasın, bu yoldan uzaqlaşdırmasın. Ona görə təkid eləyiblər ki, gedin bu qapıya. Bəsrədən bir kişi gəlmişdi, bunu deyim, sözümü tamamlayayım. İmam Sadiq əleyhissalamın yanına. Kişiyə baxdı, dedi ki, elə bil Kərbəladan başqa fikirləri olmayıb imamların, dərdləri olmayıb. Bəsrədən gələnə baxdı, dedi, Kərbəlaya gedirsən? Dedi, ağa, gedirəm. Dedi, necə gedirsən? Dedi, çox gec-gec gedirəm. Dedi, niyə? Dedi, çətindir yol, qorxuludur, təhlükəlidir, icazə vermirlər bizə. Dedi, hərdən gedirəm, tez-tez gedə bilmirəm. Dedi, bəs cəddimiz İmam Hüseyni yad edir, əl çəkmir İmam Sadiq.
Cəddimiz İmam Hüseyni yad edirsən heç? Dedi, bəli, yad edirəm. Ondan sonra soruşur, təfərrüatını soruşur. Heç İmam Hüseyin yadıma düşəndə ağlayırsan da? Dedim, bəli, ağlayıram. Hasan yadıma düşür, elə ağlayıram ki, ailəm də görür mənim halımı, yaxınlarım da görür. Deyir, İmam Sadiq ağladı, ağlaya-ağlaya mənə dedi ki, Allah göz yaşlarıma rəhm eləsin. Allah göz yaşlarıma rəhmət eləsin. Göz yaşlarıma görə səni bağışlasın. Yəni, bu məclislər, bu əzadarlıq bütün imamların təkid elədiyi məclislərdir ki, bunları gərək yaşadaq, yaşayaq və bu səbəb olur ki, biz o ağır imtihanlara bu vasitə ilə hazırlaşaq ki, batil bizi çaşdırıb haqq yoldan uzaqlaşdırmasın. Gözəl Allahımız hamımıza dövrün imamını tanımağı, onu xatırlamağı, beləcə əsl müsəlman kimi yaşamağı nəsib etsin. Dəyərli izləyicilər, gələn görüşə qədər Allah amanında. إلهي عظم البلاء وبرح الخفاء وانكشف الغطاء وانقطع الرجاء أضاقت الأرض ومنعت السماء وأنت المستعان وإليك المشتكى وعليك المعول في الشدة والرخاء اللهم صل على محمد وآل محمد أولي الأمر الذين فرضت علينا طاعتهم وعرفتنا بذلك منزلتهم ففرج عنا بحقه فرجا عاجلا قريبا كلمح البصر أو هو أقرب يا محمد يا علي يا علي يا محمد اكفياني فإنكما كافيان وانصراني فإنكما ناصران يا مولانا يا صاحب الزمان الغوث 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 أدركني 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 الساعة
السؤال السؤال العجب 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 يا أرحم الراحمين بحق محمد وآله الطاهرين.